Hal-hazırda ətrafında gördüyün bu rənglərin heç biri əslində yoxdur. Nə üstündəki köynəyin, nə yaşıl ağacların, nə də o çox sevdiyin mavi gözlərin rəngi var. Bütün kainat əslində tamamilə rəngsiz və qaranlıqdır. Bəs biz bu qədər rəngi necə görürük? Fizika qanunlarına görə işıq sadəcə fərqli dalğalardan ibarətdir. Bu qırmızı alma əslində qırmızı deyil. O, işıqdakı bütün dalğaları udur, ancaq birini, bizim qırmızı adlandırdığımız dalğanı özündən kənara itələyir. Gözümüz o tək qalan dalğanı tutur və dərhal beynimizə göndərir. Beynimiz isə baş verənləri anlamaq üçün içindəki xüsusi Photoshop proqramını işə salır və o görünməz dalğanı bizim üçün qırmızıya boyuyur. Yəni, beyin əslində möhtəşəm bir rəssamdır. Bu o deməkdir ki, əgər sən bir otaqdan çıxsan, otaqdakı hər şey sadəcə görünməz dalğalara çevrilir. İndi bir anlıq dayan və yaxşıca düşün ki,